qəhbənin balası, qəhbənin südünü əmən. Qəhbənin südünü əmən. Bizə Lokko oxuyanlar lazım deyil. Bu Lokko oxuyanlarda Mübariz İbrahimovlar, Mübariz Nəsimovlar, Raquflar, Pəncəlilər dünyaya gəlməyəcək. Polad Həkimovlar olmayacaq bu Lokko oxuyanlar ya da bunların marağında olanlar. Qəhbənin balası. Bir dənə qazi göstərin mənə ki, Adəmin həvəskarı olubdur və yaxud Bayram Nurlunun həvəskarı olubdur və yaxud Lokko oxuyan belə çırıqların həvəskarı olan bir qazi göstərin görmə. Göt yığını göt. Ölkənin 80%-i qəhbədir. Ölkənin 80%-i petuxdur. Mən burada danışıram, 2577 adam baxır, bax 2577. Baboş sıçıb ostura tualetdə oturanda ya da götünü çevirib yatanda da belə TikTok'u qoyur, çəkir orada pul yığılır, jitonlar gəlir. 9000 adam onun yatmağına baxır, sıçmağına baxır, yeməyinə baxır. 10.000 adam, 15.000 adam. Millət budur da, görün, nəzərə alın, görün ki, millətin 15-20% bir balaca özünü tanıyandır. 80% qəhbədir. 80% petuq olmaq istəyir. 80% Lokko oxumaq istəyir. Qəhbənin doğduqları, Oğraş Amcello balaları. Görmürsünüz onu Tolik reklam eləyir, Oğraşlar. Ay sənin ananın bacının ağzına Tolikin piş-piş eləmək üçün olan, iki sallanan bir tullananı olsun. Sən də bilmirsən ki, o baboşlar, Adəmlər ilk dəfə Azərbaycan İlham Əliyevin, qəhbə, petuq İlham Əliyevin ailəsinin kanallarında reklamı olub. Bilmirsən sən bunu? Ha? Sabah məktəbdə uşaqlar ona baxıb dərs oxuyacaqlar ya yox? Ha? Bu adam populyar, indi sabah bir dənə də Galinvagen'i mindirəcəklər. Galinvagen'ə padark elədilər, Galinvagen ev padark elədilər. İndi sabah dərs oxuyan uşaqlar həmən bu Lokko olmaq istəyəcəklər, Lokko oxumaq istəyəcəklər, yoxsa gedib dərs oxumaq istəyəcəklər. Dərs oxuyanların aqibəti nədir? Ən yaxşı universitetləri tutaran belə müəllim olan, nə bilim, katib olan, nə bilim, hansısa bir məhkəmənin katibi. Hamısı 300, 500, 700 manat maaş alır. Ondan ailə saxlamaq olmur. Ondan 300 il qarğa kimi yaşayıb işləsən də bir Galinvagen alanmazsan. Amma sabah bunun altına bir Galinvagen qoyacaqlar. Bütün hamı Lokko oxuyacaq. Lokko oxuyacaq. Əmcək oxuyacaq. Dallaq oxuyacaq. Cıncıq oxuyacaq. Ay Oğraşlar, ay qəhbənin balaları. Sizi kimi göt verənlərin elə başında 59 ildir Əliyevlər, Dədə Bala Əliyevlər,